Rozmarin ətirli ət qovurması. Soğan olur yemeğin içinde. Görür orada bir tane soğan var, durur ayağa çıkır gelir. Görmüşsən her adam? Yox. Kesme. Belki başka bıçak. Hələ pişir, hələ pişir, az qalıb. Ne inirsən? Biberiyə. Biber ya. Qoxusu ləzzət eləyir. Rozmarin. Adam Atsan, ha. Ne pişirəcəyik orada? ət qovuraram sənin üçün. Buyla. Hə, rozmarinlə. Bunun qoxusundan indi iştahım artdı değil mi? Doğru lan. Çox. Nə bilirsən də rozmarin həm də yaddaşı gücləndirir. Yaddaşı? Ha, yeməklərdə çaya əlavə edir. Bu çayı düzdə eləməmişəm, amma birazdan əlavə edərik. İçərik çay. Eləyək də eləyək. Öləm ağzımda. Birazdan, İndi. birazdan. Həvəs yoxdur, biraz günəş alaq. Ona göre ağrıqsa. Söyləmək lazım deyil. Boş-boş aşpaz hərəkətləri eləmə. Təbii ki biz aşpaz deyilik, amma sizin üçün bu eksperimenti aparacağıq. Mütləq. Pişirdiyimiz yeməyin də adı rozmarin ətirli ət qovurması. Qəşəng eynəyim var. Çox sağ ol. Hədiyyə eləyə bilmərəm çünki hədiyyədir. Hədiyyə istəmirəm, daha girmişik səhərdəyik, onu çıxardıb qoya bilərsən sən sənələr. Hə, Teymur bəy, başlayaq birinci ətdən yox soğandan. Soğan ən əsas amillərdən biridir yeməkdə. Yeməyə dad verir, daha nə verir? Dad ver, başqa bir şey. Mənə xoşum gəlmir soğandan. Soğan olur yemeğin içinde, o yemeği qəşəng yemeği gətirirlər stolun üstünə. Görür orada bir tane soğan var, durur ayağa çıxır gelir. Görmüsən her adam? Yox. Soğanı görüb Soğanı durur. ver. Var da orada əlimdəki mikrofon. Rozmarinin Bizim faydaları. biberiyə. Biberiye. Ölürəm ucu. Tez pişir. Aclığı bir yandan, öskürək bir yandan, stresdə bir yandan, stresi də azaldır. Onu da deyim. Faydaları çoxdur. Saç tökülməsini azaldır. Saç tökülməsini. Çoxdur, faydaları çoxdur. Onu da vurğulamaq istəyirəm ki, stolun üstündə gördüyünüz bu... Nə? Biberiyə? Yox, İntrigetlər. o da deyə bilmədi. İngredient. İndirgent. İngredient. Ingredient. Stolun üstündə gördüyünüz bu ingrediyentlər hər hansı bir yeməyə məxsus deyil. Sadəcə ətlə bişirəndə indi soğanı əlavə eləyəcəyik, dadı verməsi üçün pomidoru əlavə eləyəcəyik və ən əsası da sonda bu qəşəng Biberiyədən istifadə edəcəyik. biberiyədən istifadə eləyəcəyik. Qan dövranını normallaşdırır, əzələ ağrılarını keçirdir. Çox faydası var da, yəni saymaqla bitmir. Amma az istifadə eləmək lazımdır normasında. Yəni yeməyin başlanğıcında rozmarini vermək olmaz. Bu da elə ancaq rejissor gözündən baxır hər şeyə. Hə, Yemək, keçirik yemək. ətimizə. Oxumuşdum, bir masaj eləmək lazımdır. Nə? Nədir? Hə, əti. Nə bilim, yazıb o masaj eləmək lazımdır. Bilmirdim ət eləyirlər. Hə, yox, ət eləyirlər. Bizim bu mətbəximiz ümumilikdə bu gördüyünüz ev. Kesme. Sen belki o bir tane. Kesmir. Belki başka bıçak istiyorsun. Bıçağın kesmirsə, bizim bu evdə hər şəraitimiz var. Bundan da var. Vermə. Məhsullar. Soğucunu az. Var. Baxın, Az. boşdur. Onu doldurmaq lazımdır. Ona görə də öz məhsullarınızı bizə göndərərək reklamınızı təmin etmiş ola bilərsiniz. Soğanımızı doğradıq, ətimizi doğradıq. Tam doğramırıq da belə uzun şəkildə. Ən axırıncı və Bölürük bir neçə yerə. ən axırıncı və ağır proses mənə düşür. Yemək. Yemək. Acaq. İndi qoyuruq tavamızı istilənməyə. Tavanı qoyduq. Bu yağlar haqqında sizə daha ətraflı məlumat verəcəyik. Əlavə edək. Rozmarin əlavə edirsən? Bəli, bəli. Elə.
O videonun iyi olur. Bilirsiniz amma hiss eləmirsiniz videoya, yemək videolarına baxanda iyi gəlir, qoxusu gəlir video. Bu dəqiqə bax, bu videodan əminəm ki, hiss edirsiniz bu videonu. Yalan deməyəcəm. İlk dəfədir rozmarinlə ət dadacam da, yəni əvvəlcədən danışmaq kimi olmasın, məncə çox dadlı olacaq. Sizə də tövsiyə edirəm. Və məncə elə indi bu dəqiqə bişirdiyiniz yemək varsa, bu videoya baxa-baxa əlavə elə ora getsin. Dayanmaya baxma. Çox qəşəngdir. Aha, bu duz götür vurmamışım da. Hadi bir dənə də nimçə. İncəsən? Oradan Bu dəqiqə. Ordudur. Nə boyda istəyirsən? Orta, orta. Orta. Bizə bu boşqabları Gilabis Ceramics təqdim edib. Hər növ formada, hər növ əl işləri. Xüsusilə rəssamlar üzərində belə gözəl resimlər işləyir. Teymur, soğanımızı pişirdik. Tam pişirmirik ki, onun keyfiyyəti qalsın. İndi keçirik ətimizi rozmarinli etməyə, biberiyəli. Ətimizi duz istiyor, biraz da normasında Rozmarin. biberiyə. Bəli. Əla. Biraz da Bu masaj deyirdim bəyərlər. Tavamız normasında qızıb, ətləri əlavə edirik. Rozmarin günəşi sevir. Suya çox ehtiyac duymur. Teymur, bu harda xotlayır? Plus deyil. Atın üstünə atın. Bax. Onu basaqla. Hə, sonra yoxdur da biz belə şeylər görmürük. Basaq onu. Garden Marketin xüsusi reseptlə hazırlanmış yağları var. Onları zəhmət olmasa təqdim edin. Təqdim eləyək. Mənim gözüm üstə. Bu yağlar özəl olaraq hazırlanır. Amma məsəl üçün bu hansı yağdır? Nə yazılıb? Küncüt darçın. Möhtəşəm. Acı badam kəklik otu. Yeməyimizi qaçışdırırıq. Bax. Və bir çox yağ çeşidləri var burada. Buyur. Bu yağ isə qara zirə və rozmarin yağıdır. Ondan zəhmət olmasa az biraz ətimizi əlavə edirik. Qaçışdıraq, tamı çıxsın. Baba, bir də iya bax. Zəhmət olmasa əlavə elə. Teymur, bunu həmişə istifadə eləyəndə az istifadə eləmək lazımdır. Əsasən salatlarda istifadə olunur. Soyuq sıxım. Soyuq sıxım. Hələ pişir, az qalır. Yarı pişmiş soğanımızı əlavə edirik, birgə pişsinlər. Teymur, sənin üçün pişirdiyim yemək hazırdır. Tez. Bəh. Gözəlliyinə bax, Teymur. Azam. Onda aç gözlərini. Bunu sən eləmisən. Bunu sən eləmisən. Ay Allah. Nə gözəl əl işlərin var sənin. Ay. Böldün? Necə böldün? Böləm. Qod işlərimlə böləcəm. Çox üzü istəyirəm. Nadir, gel. Məncə o çox böyük oldu. O, qəşəng pişir bu, həqiqətən də. Yaxşısan Teymur. Şeyə getdim, bilmirəm. O ratatouille var deyə yeməyi pişirdi, yeməyi yeyirdi belə qaydır deyə şey keçmişəm. Mən bunun dadını izah edə bilməyəcəm. Heç mən də izah edə bilməyəcəm. Bu qoxusu hardasa videodan hiss eləmək bayaqlar dediyim kimi, amma dadı bişirəsiz gərək. Bişirin. Bişirin və dadına baxın.
Gəl. Bilirəm sən heç kim fikirləşmir. Atıdır. Əlası deyir. Teymur, Haydi. biberiye macəramız hələ ki davam edir. İkinci yeməyimiz bişir. Bu bişsin. Sən də biberiye ətirli bir dənə qəşəng çay dəmlə. Mən gedim biraz dincəlim. Buyur. Biberiye sevdim. Necə? Heç nə düzəldirəm indi. Çox sağ ol Teymur. Rozmarinli çayımız. Yaxşı, Nadir, bəs bu ikinci yeməyin aqibəti nə olacaq? Onu da saxlayaq axşam yeyərik. Çay bir içmiş olsun. Sağ ol.